Xəbər verdiyimiz kimi, ötən gün Tərtər rayonunda dəhşətli faciə baş verib. Əslən Kəlbəcərdən olan bir ailənin 4 üzvü, ata, ana və 2 az yaşlı övlad yaşadıkları evdə dəm qazından boğularaq vəfat ediblər. Sosial şəbəkələrdə 30 yaşlı Ülfət Tağzadə, həyat yoldaşı 27 yaşlı Əfsanə Tağzadə, övladları 7 yaşlı Ümid və 5 yaşlı Süreyyanın görüntüləri yayılıb. Həmin görüntüləri təqdim edirik. Ailə üzvləri Bəyimsarov kənd qəbirstanlığında dəfn ediləcəklər. İlkin ehtimallara görə faciəyə qaz sobasının borusunun quş yuvası ilə tıxanması səbəb olub. Bildirilir ki, soba havalar isti olduğundan bir müddət istifadə edilməyib, lakin son günlərdə yağıntılı hava şəraitində yenidən işə salınıb. Soba sökülərkən boruda samanla dolu quş yuvası aşkarlanıb və sobanın yanar vəziyyətdə olduğu müəyyən edilib. Sarov kənd icra nümayəndəsi Surxay Hüseynov hadisə ilə bağlı bildirib. Qonşular pəncərədən baxanda ailənin bütün üzvlərinin yorğan döşəkdə olduğunu görüblər. Dəmir qapını sındıraraq evə giriblər. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma aparılır.